Qonağımız revmatoloq osteopat Əli Əlizadədir. Buyurun, Mayamed klinikasına müraciət edə bilərsiniz. Vertex Revmatologiya və Osteopatiya Mərkəzinin rəhbəri və eyni zamanda həkimidir. Fəaliyyətini Vertex Revmatologiya Mərkəzində davam etdirir. Əli doktor, xoş gördük. Necəsiz? Sizi də xoş gördük. Çox sağ olun. Teşekkür edirəm. Artroz danışdığımız mövzudur. Dəfələrlə səslənmişik oynaqların iltihabsız revmatizmasından. Nə deyə bilərik? Bir deyil, bir neçə oynaqlarda müşahidə olunur və müraciət sırasında nəyi aşkarlayırsınız? Artroz dediyimiz ümumiyyətlə osteoartrit xəstəliyi oynaqların deformasiyasıdır. Bu dediyiniz iltihabsız məsələ, iltihabsız, çox da iltihabsız demək olmaz. Orada da iltihab sonrası da gətirib artroza, osteoartritə çıxardan amildir. Çünki kiçik də olsa artrozun başlanğıc fazasında, osteoartritin başlanğıc fazasında orada da bir şişkinlik, hiperemiyalaşma baş verir. Çünki orqanizm həmişə öz-özünü qorumaq qabiliyyətinə malikdir və çalışır ona qorumaq. Zədələnmiş oynağın ətrafında bir ödem şişkinlik, aseptik iltihab formalaşa bilər. Amma o ötən verilişlərimizdə danışdığımız revmatoid artrit kimi digər iltihabı xəstəliklərin şişkinliyi, qızartısı, istiliyi kimi olmur. Amma burada bir məsələ də var ki, ötən verilişimizdə də qeyd elədik ki, revmatoid artritlərdən sonra da artrozların baş verməsinə, istər xırda oynaqların artrozu, yəni deformasiyasına, istər böyük oynaqların deformasiyasına rast gəlmək mümkündür. Baş vermə forması fərqli olur, amma onların gedişatı və müalicəsi demək olar ki, bir-birlərinə bənzərdir. Hansı formada artrozun baş verməsinə asılı olmayaraq, orada zədələnmiş oynağın bərpasından söhbət gedir. Əgər revmatoid artritdə, artrit xəstəliyində artroz ilk öncə ətraf toxumalarda, sinovial qişada, əvvəl əzəllərdə, sonra vətər bağ aparatında, sonra sinovial qişanın qalınlaşması fonunda gedir. Sonradan oynağın zədələnməsi baş verir. Amma osteoartrit əgər yaşla əlaqədar, travmadan sonra, hansısa keçirilmiş xəstəlikdən sonra qəbul elədiyi uzun müddətli dərman preparatlarının təsirindən artroz prosesi baş veribsə, yaşla əlaqədar artrozlar, bu daha çox içəridən çölə gedən, yəni birinci proses başlayır sümük toxumasında zədələnmələr baş verir, sonra qığırdaq toxumasının altı bir qədər sanki yumşalmış, boşalmış vəziyyətdə olur və nəticədə qığırdaqda kiçik çökmələr, deformasiyalar baş verir. Mikro çökmələr, çöküntülər baş verir. O da hərəkət məhdudiyyəti verir. O da oynağın hamarlılığını pozur. Oynaq o qədər hamar olur ki, şüşədən də hamar və sürüşkən. Çünki sinovial maye onu yağlandırır və sürüşkən bir forma alır və bu zaman orada o sürüşkənlik prosesi pozulur. Ağrının səbəbi odur ki, insan hərəkət edən zaman artroz xəstəliyinin əsas spesifik xüsusiyyəti nədir? İnsan oturub, heç bir ağrısı yoxdur. Hərəkət etməyə başlayanda ağrılar baş verir. Niyə? Çünki burada sürüşmə prosesi, yağlanma prosesi pozulub. Bu artrozun bir xüsusiyyəti də var. Başlanğıc fazada müxtəlif formalarda başlaya bilir. Bir forması çox asta-asta zədələnmələr gedir. O qədər asta-asta davam edir ki, xəstə öz xəstəliyi ilə yaşamaq sanki adət eləyir ki, hansısa məsafəni qət eləyə bilirəm, ondan hani keçdim, ağrıyacaq. Bəli, keçmir o həddi, özünü qorumağa çalışır, sonra o hədd biraz yavaş-yavaş qısalır, xəstəlik ağırlaşa gedir, həkimə müraciət etməzsə. Digər hallar, bir halda xəstə oturub... Qısa zaman almır, uzun zaman alır, doktor. Aylarla, illərlə gedir. Siz orada oynaq deformasiyasından danışırsınız, amma oynaq deformasiya olana qədər oynağın qığırdağı deformasiya olur. Ondan öncə də qığırdaq deformasiya. Ondan öncə də sümük toxumasında sərtliyi boşalır. Bəli, bu proses aylarla, illərlə... Mərhələli şəkildə dəyişkənlik göstərərək... Aylarla, illərlə gedir. Elə burada zədələnmələrin formalarını da gətirmişəm. Hamısının indi bu saat etaplı şəkildə başa salacağım ki, ardıcıllıq necə gedir. Xəstə ayağa qalxan kimi bəzən, heç bir ağrısı yoxdur, ayağa qalxır, hərəkətə başlayarkən ağrı, şiddətli ağrı olur. Xəstə deyir ki, bir 5-10 metr gedəndən sonra oynağım açılışır. Sanki ağrı yoxdur. Bu nə ilə əlaqədar olur? Sinovial mayenin miqdarının azalması və yaxud da ki, onun o yağlılığının, özülüyünün zəifləməsi. Yəni ki, sinovial mayenin tərkibindəki qidalı maddələrin miqdarının azalması nəticəsində oynaqda yağlanma prosesi pozulur. Mən diz oynağından niyə danışıram? Çünki daha böyük ərazi diz oynağıdır. Digər oynaqlarda da həmin proses gedir. Sinovial oynaqların hamısında eyni prosesdir.
Deməli, burada hansı nahiyədən axan sinovial mayələrin, o sinovial məməziklər var orada, hansı ki sinovial maye duş kimi oradan axmalıdır. Burada bir nahiyədə o axma prosesi pozulur, digər nahiyədə olur. İnsan qalxarkən həmin o hansı nahiyədəki o sinovial mayenin ifraz olunması prosesi pozulub, orada ağrı baş verir həmin nahiyədə, sürtünmə prosesi pozulur. Biraz hərəkət edəndən sonra sinovial mayenin miqdarı bütün oynağı əhatə eləyir və bu digər normal nahiyədən axan sinovial maye vasitəsilə pampaj olur. Elə bir ki, oynağın hər tərəfi yağlanır, normal insan hərəkətinə davam edə bilir. Yenə bir müddət oturur və yaxud da ki, gecə yatır, bilirik ki, oynaqlarda sinovial mayədə belə bir qanun var ki, oynaq öz-özünü tənzimləyir. Hərəkət edən zaman sinovial mayenin miqdarı nisbətən artır. Hərəkətsiz zaman saatlarla oturanda sinovial mayenin miqdarı azalır və yaxud gecə yatanda sinovial mayenin, oynaqdakı sinovial mayenin miqdarı Hərəkətə bağlıdır o zaman. Hərəkətə bağlı sinovial mayenin miqdarı artır ki, oynaq zədələnməsin. Orada qidalı maddələrin miqdarı da artır. Çünki qığırdaq toxuması o sinovial mayedə olan qidalı maddələri özünə hopdurmaqla qidalandırır. Qığırdağın özündə qan damarı yoxdur, qan dövranı yoxdur onların. Onlar ancaq difuziya vasitəsilə mayedə olan qidalı maddələri soğurmaqla, özlərini hopdurmaqla qidalanır və həyatını davam edir. Özünü qorumağa çalışır, zədələnməkdən qoruyur. Amma məsələn, yaşla əlaqədar xəstədə deformasiya baş veribsə, sümük toxumasının bərkliyi, möhkəmliyi pozulubdursa, bu artıq qığırdaq çox sərt, çox elastik və çox da kövrəkdir. Və əgər sümük toxuması bərkdirsə, möhkəmdirsə, arxasında bərk durubsa qığırdağın, bu zaman qığırdaq da möhkəmdir. Yox, sümük toxuması zəifləyibsə, orada hansısa bir mikro çöküntülər baş verirsə, sərtliyi boşalıb, osteoporoz artıq gedirsə, bu ola bilər bütün bədənin osteoporoz olsun, ola bilər ocuqlu osteoporoz olsun, dəxli yoxdur. Bu zaman qığırdaq toxuması artıq öz fəaliyyətini davam etdirə bilmir. Çünki altındakı sümük toxuması artıq zədələnib, qığırdaq o saat, o dəqiqə zədələnir. Hərəkət zamanı həmin yerə çatan kimi qığırdaq zədələnir. Orada belə özünü müdafiə edib çıxıntılar əmələ gətirir. Orada osteofitlər də körtəbii müdafiədir. Osteofitin əmələ gəlməsi özü orqanizmin körtəbii müdafiəsidir ki, özünü müdafiə eləmək üçün orada osteofitlər əmələ gəlir. Və yaxud da ki, dizin arxasında bel kəkçisinin əmələ gəlməsi, həmin sinovial mayenin miqdarının artması nəticəsində baş verir. Bel kəkçisi artıq həmin sinovial mayenin miqdarını regulə eləyir, həm də oynağı qorumaq üçün, oynaq axıra qədər qatlanmasın deyə burada bir şar funksiyasını daşıyır ki, oynaq axıra qədər gedə bilmir. Yəni, orqanizm öz-özünü qorumaq istəyir ki, digər nahiyələr, digər hissələr də zədələnə getməsin. Orqanizm bəzən ağıllı müdafiə funksiyası var, bəzən ağılsız, körtəbii müdafiə. Bu, osteofit dediyiniz tamamilə körtəbii, lazımsız bir müdafiə funksiyasıdır. Niyə? Aşınmasının qarşısını alır da? Hərəkəti məhdudlaşdırır. Amma indi onun nəyə ağılsız hərəkət? Ağılsız ona görə ki, sonradan müalicəyə başlayanda işin gedişatına mane olur. İndi o düşünmür axı, Əlizadə ora nə müalicə təyin eləyəcək. İnsan artıq çəki və ya digər hansısa bir səbəblə osteoartroz onda yaranıbsa, getdikcə hərəkət yüklədikcə hərəkət məhdudluğu baş verir. Sümük çıxıntılarını əmələ gətirir ki, bəsdir, bloklayır. Hərəkət məhdudluğu verir. Sən məni zədələyirsən, sən məni məhv eləyirsən. Artrozun bir dənə də xüsusiyyəti var. Əgər bir dizdə, bəli, bir dənə də möcüzənin birində deyəcəm indi, bir dizdə bir zədələnmə, ağrı, nəsə problem varsa, orqanizm avtomatik olaraq insanın özündən asılı olmayaraq ağırlıq mərkəzini dəyişir digər sağlam oynağa. İnsan özü onu hiss eləmir. Sanki orqanizm öz-özünü müdafiə edir, sağlam oynağa ağırlıq salır. Bir 3 aydan 6 aya qədər müddətdə əgər müalicəyə gəlməzsə, müalicə almazsa, onun qarşısını, prosesin qarşısını almazsa, digər oynaq bundan da çox başlayır ağrımağa. Niyə? Çünki ağırlıq mərkəzi həmin zədəli oynaqdan sağlam oynağa keçirdin və sağlam oynaq bədənin ağırlığının daha çox hissəsini üstünə götürdüyünə görə zədələnməyə məruz qalır. Xəstələr soruşanda da həmişə deyir ki, əvvəl sağ dizim ağrıyırdı, sonra indi sol sağdan çox ağrıyır. Niyə? Onu xəstə artıq özü elədi. Vaxtında müraciət eləsəydi, orqanizm onu da artroza gətirib çıxarmazdı. Elə bununla məsələ kifayətlənərdi. Və yaxud da ki, biraz gecikmiş fazalarda kontraktura əmələ gəlir. Kontraktura nə deməkdir? Diz oynağı biraz yarım bükülü bir vəziyyət alır.
axıra qədər açıla bilmir. Və yaxud da ki, açıq olur, hansısa bayaq dediyiniz osteofitlərin səbəbindən və yaxud da ki, başqa səbəbdən qatlana bilmir, bükülə bilmir. Buna deyilir kontraktura. Və xəstədə şiddətli ağrılara səbəb olur. Niyə? Çünki kontraktura varsa, bir diz oynağında kontraktura varsa, birazdan sonra o birisində də 100% əmələ gəlməlidir, əmələ gəlməyə bilməz. Amma hələ əmələ gəlməyibsə də, əgər diz oynağının biri yarım bükülü vəziyyətdədirsə, o deməkdir ki, ətraflarda artıq uzunluq əmsalı pozulub. Sağlam ətraf düz dayanıb, bu yarım bükülü vəziyyətdə durubsa, deməli, aşağı ətraflarda uzunluq vahidi dəyişib. O düz ayaq daha uzundur, bükülmüş diz, dizdən bükülmüş ayağın uzunluğunda 1 sm, 2 sm fərq eləyir. Bu zamanda artıq beldə problem baş verir. Çünki çanaq əyilibdirsə, artıq onurğada problem baş verir. Diz axıra qədər açılmadığına görə və yaxud da ki, qatlanmadığına görə ikincili olaraq beldə zədələnmə baş verdi. Və yaxud da ki, iki tərəfli əgər kontraktura əmələ gəlibsə, hər iki dizini xəstə aça bilmirsə, yarım bükülü vəziyyətdədirsə, o zaman istər-istəməz avtomatik olaraq bel biraz önə bükülmüş vəziyyətdə olmalıdır ki, tarazlığı qorusun. Çünki diz axıra qədər açılmadı, yarım bükülü vəziyyətdə bel biraz bükülmüş vəziyyətdə olur. Bel də bükülmüş vəziyyətdədirsə, lordoz düzləşir, artıq orada deformasiya baş verir. Yəni bir problem digərinin arxasınca gətirir. Və onu ağırlaşdırır. Əmələ gəlmə səbəbi yox. Və kontrakturalı oynaqda da o qədər ağrı olmur. Məsələ burasındakı. Sonradan diz oynaqlarında kontraktura var. Xəstə bel ağrısı ilə müraciət edir. Gəlir ki, doktor, ölürəm belimin ağrısından 3 ildir, 5 ildir bel müalicə elətdirirəm. Mən bundan bu halla demək olar ki, hər gün rastlaşıram. Ona görə təkrar qeyd edirəm. Praktika genişdir. Bəli, ki 3 ildir, 5 ildir bel müalicə elətdirirəm. Daha filankəs müalicə eləyib, bəhmən müalicə almışam. Amma dizlərə baxan yoxdur. Hətta 2 dəfə əməliyyat olmuş, fəqərarası diz yırtığının 2 dəfə əməliyyat olmuş adam var, xəstəm var ki, 2 dəfə əməliyyat olunub, hansı ki, problemin kökü dizindədir. Diz açılmadan kontraktura açılmırsa, onurğanı sağaltmaq, düzəltmək mümkün deyil. Get əməliyyat olun, get müalicə al, ay getdim filan müalicəni aldım, ay bəhmən müalicəni aldım, ağrı kəsici vururam, sağalır, yaxşı olur, bir müddətdən sonra pis olur. O gətirib hormonal asıllığa qədər çıxaran hallar var. Hansı ki, onurğanın müalicəsi ilə yanaşı, həmin halda əgər dizlərin müalicəsi, kontrakturanın müalicəsi aparılmırsa, dizin tam trayektoriyada bükülüb açılması prosesi bərpa olunmursa, burada hansısa sağalmaqdan, yaxşılaşmaqdan söhbət gedə bilməz. Xəstənin vəziyyətinin yaxşılaşmasından söhbət gedə bilməz. Və yaxud da ki, bu səbəbdən çanağın əyirliyi varsa, çanağın əyirliyi düzəlmədən, hər iki ətrafa düşən ağırlıq mərkəzi düzəldilmədən bərpa oluna bilməz. Bu, onsuz da müalicənin gedişatında biz bəzən bir hansı oynaqda deformasiya daha çoxdursa, digər oynağa ağırlıq mərkəzini dəyişirik süni sürətdə özümüz ki, müalicənin sonuna bir də qaytarır xəstəni tarazlıq vəziyyətinə ki, tarazlığı bərpa olunsun. Bu, müalicənin gedişatında aparılan taktiki hərəkətdir, işdir. Bu, bizim işimizdir. Amma xəstə özü bilmədən əgər ağırlıq mərkəzi dəyişibsə, bu, deformasiyanın daha da ağırlaşmasına, xəstəliyin daha da dərinləşməsinə gətirib çıxara bilir. Diqqətimi çəkir, respublikada travmatoloji əməliyyatlara gedənlərin sayı çoxdur. Artroz, artrit, ümumiyyətlə struktur pozğunluğundan əziyyət çəkənlər çoxdur. Onurğa yırtığından tut, dediyiniz kimi ağrılara qədər. Ağrı səbəbi ilə gedirik, amma altda yatan səbəbi belə diferensial diaqnostika o qədər zəifdir ki, insanlar müalicəsini tam şəkildə ala bilmir. Bax, görsəli misalın birini özünüz çəkdiniz. Belindən müalicə alır dəfələrlə, amma elə biz özümüz də travmatoloq həkimlə danışıb artrozların endoprotezinə toxunanda deyir, bel ağrısı da yanaşı görülür bu insanda. Çünki müayinə etdikdə hər tərəflidir yanaşmamız olur. Yəni, dizində kontrakturası olan xəstənin, dizində kontrakturası olan xəstənin beli ağrımaya bilməz. Dizdə kontraktura varsa, beldə hansısa formada ola bilir ki, çox ağrımır. Amma problem %100 var. Məntiq yürüdək də, orqanizmi, bədənin yükünü daşıyan bu diz, bel deyilmi? Bəli, qamət pozulur. Qamət pozulması normal deyilmi? O zaman bunu niyə əlaqələndirə bilmirlər? Bir insanın beli ağrıyırsa, demək ki, səbəb altda. Həm də müraciət edən insanın özü də bilir, axı, onun dizində artroz var. Bu kirəclənmədir, bu deformasiyadır, bu oynaqların qocalmasıdır, yaşlanmasıdır, bilmirəm necəsi, onun dağılmasıdır, qığırdağın parçalanması. Hətta o parçalar belə iki oynaq arasında qalıb müəyyən
səslər çıxarır. Bəli, xırıltılar, normal şıkıltılar var. Normal ayraq, o heç. Ayraq o oksigen partlaması fonunda da ola bilir. Amma xırıltılar başlayıbsa, sanki qarın üzərində yeriyən insanın xırıltısı, yəni krepitasiya səsi baş verirsə, o da zədələyir. Bəli, o artıq zədələnmədən xəbər verən amillərdir. Diz ağrılarına səbəb olan amillərdən biri də menisk yırtıqlardır. Meniskin zədələnməsidir. Hansı ki, burada bir yastıqçıq rolu oynayır diz oynağın sümükləri arasında. Həm də dizin düzgün trayektoriya hərəkətini təmin edən amillərdən biridir. Onun da zədələnməsi zamanı dizdə ağrılar baş verir, amma onun zədələnməsində formaları var. Manjet hissəsi, qalın hissəsi var ki, A kateqoriyaya aiddir, sonra B kateqoriyası gəlir, biraz nazilmiş, bir də C kateqoriyası var ki, hansı ki, birbaşa oynaq onun üzərində oturur. Aypara formasında bir qığırdaq toxumadır, hansı ki, dizi büktükdə o belə yığılmalıdır, açlıqda isə açılmalıdır. İnsanın düzgün trayektoriya yerilməsini, gənc şəxslərdə onun tam normal olması fövqəladə vacibdir. Yaşlı şəxslərdə onun o C hissəsi, çox nazik hissəsi yaşlı şəxslərdə didilərək parçalanaraq dağılır. Çünki yaşla əlaqədar o deformasiya uğrayır. Bu şəxslərdə də yenə də sonradan isə artıq artroz baş verir. Menisk yırtığı bərpa olunması vaxtında bərpa edici hansısa bir funksiyalardan iştirak eləməzsə, bu da kontraktora verə bilir. Adi menisk yırtığı belə kontraktoraya gətirib çıxara bilən amillərdəndir. Menisk yırtığına adi deməkdir. Menisk yırtığı ilə yaşayanlar var. Bəzi yırtıqlar var ki, onlar o qanlama zonasına görə ki, əməliyyat tələb eləmir. Amma yenə də gələcəyin artrozudurmu? Bəli. Bəli, gələcəyin artrozudur. Ona görə də onu önləmək lazımdır. Necə? Hansısa halda menisk yırtıqları əməliyyata göstərişdir. Hansısa halda heç bir əməliyyatsız müalicəsi mümkündür, müalicə olunur. Xəstə tam sağlamlığına qovuşa bilir. Tam hərəkət trayektoriyası. Xəstədə hansısa keçirilmiş travmadan sonra kiçik menisk yırtıqları, yırtıq dedikdə əslində orada yırtıq deyil, meniskin hansısa bir hissəsinin cırılması nəzərdə tutulur. Əgər hərəkət trayektoriyası tamamilə bərpa olunubsa, tam bərpadadırsa, xəstə yeriyərkən qaçarsan, və yaxud da ki, bir gənc yaşlı şəxsdə futbol oynayarkən heç bir narahatçılıq, ağrı törətmirsə, bu bir müalicə təyin olunmur. Bu zaman heç bir əlavə müalicəyə ehtiyac olmur. Amma hərəkətdə hansısa maneçilik varsa, hətta bəzən burada əməkdaşlardan biri müraciət elədi ki, futbolda yıxılmışdım, ondan sonra dizimi axıra qədər qatlaya bilmirəm. Bu artıq kontraktora deməkdir. Az öncə dediyiniz səbəblərdən biri. Səbəblərdən də biri odur ki, gələcəkdə indidən bərpa olunması gələcəyin artrozudur. Qığırdağın hansı nahiyədə, hansı halda, nə formada zədələnməsindən asılı olaraq da müalicə prinsipi seçilir, müalicə aparılır və müalicənin gedişatı ağırlıq dərəcəsindən, xəstənin çəkisindən, keçirdiyi xəstəliklərdən, həyat tərzindən birbaşa asılıdır. Bu ətraf əzələlərdə o güc yoxdursa, xəstənin oynağını xilas eləmək mümkün deyil. Bəzən xəstədə, əsasda yaşlı şəxslərdə deformasiyalar niyə sürətlə gedir? Xəstədə hansısa bir kiçik zədələnmə baş verir. Xəstə ağrı olduğu üçün daha az hərəkət eləyir. Hərəkət dedikdə də piyada yol getməyə və yaxud da ki, mətbəxdə iş görməyə, qadınlara deyəndə ki, hərəkət eləmirsən, deyirlər, mən bütün gün ayaq üstündəyəm. Qığırdaqda zədələnmə varsa, bütün gün ayaq üstündə durmaq işin gedişatına ziyan edir. Daha çox deformasiya sürətləndirir. Çünki ətraf əzəlləri bərkidən, o gücün yarısını öz üzərinə götürə biləsi bir əzələ formalaşdırmaq lazımdır orada ki, qığırdağın zədələnmə prosesi dayansın. Hər yaşda olan insanlarda müşahidə oluna bilər. Amma kimlər daha çox risk qrupundadır? Onları bir də artıq çəkisi olan... Artıq çəkisi olan birinci yerdə durur. Yaşla əlaqədar diz ağrılarının baş verməsi, hansısa keçirilmiş iltihabı xəstəliklərdən sonra artrozların baş verməsi, keçirilmiş travmalardan sonra oynaq zədələri, fikir vermirlər hansısa bir etapda, hətta bəzən sümük iliyi ödemi, sümük zədələnməsi baş verir ki, rengenoloji olaraq baxırlar, hər şey normaldır, amma dizdə ara-sıra ağrı olur. Sümük zədələnməsi baş verir, sümük iliyi fonunda bu proses daha ağır gedir və sonradan artıq nekroza gətirib çıxarır ki, hansı ki, qığırdaq toxuması, yalancı qığırdaq toxuması, alladıcı, rengində görünür ki, orada məsafə var, amma MRT-də görünür ki, sümük iliyi ödemi var və yaxud da ki, nekroz var, geri dönməz prosesdə artıq əməliyyatsız heç nə eləmək mümkün deyil. Atdığı dərmanlarla əlaqədar, qəbul etdiyi hansısa başqa xəstəliklə əlaqədar, endokrinoloji problemlə əlaqədar, qəbul elədiyi dərmanlarla əlaqədar genetik ola bilər. Genetik meyillilik olur, irsi meyillilik olur, genetik ötürülən xəstəlik deyil bu. İrsən meyilli xəstələr var ki, mən məsələn, insan
insan tanıyıram ki, lap bizim qohumumuzdur. Xanım rəhmətə gedib diz oynaqlarında artroz var idi. Yəni, o xəstəliyə meyil və onun 4 qızı var. Geni daşıyır. Onun 4 qızı var, 4-ündə də həmin xəstəlik var. və hamısı da elini gətirib əməliyyata çıxartdı. Yəni bu halda mümkündür. Rast gəlmişəm, mən gördüyüm halı deyirəm. Amma o demək deyil ki, bizim nəslimizdə bu yoxdursa, irsi meyillik yoxdursa, bu xəstəlik ola bilməz. Bütün insanlarda bunun olması mümkündür. Yaxşı, oynaqların həddindən artıq istifadəsi, biz bu mövzuda çox danışmışıq. Bir daha xatırladaq. Oynağın həddindən artıq istifadəsi deyə bir termin, düzgün termin deyil. Niyə? Səbəb? Əgər ətraf əzələlər güclüdürsə, oynağı düzgün məsafədə saxlaya bilirsə... Yox, elə deməyək də, doktor. Əzələrin zəifliyi onsuz da risk amili qrupuna daxildir həmin insanlar. Bax, elə orada da... Normal, əgər bud əzələsi, baldır əzələsi əgər möhkəmdirsə, qüvvətlidirsə, orada artroz... Ömür boyu fiziki işdə işləyən insan var ki, ağır işlər görür, heç bir artroz da yoxdur. Hətta güclü, qüvvətli əzələsi olan, həddindən artıq oynaqlarını istifadə etmiş olsa belə, yenə də məruz qala bilərmi bu sürtünmələrə, aşınmalara, artroza? Qeyri-adekvat fiziki yüklənmə baş verərsə, bəli, qeyri-adekvat fiziki yüklənmə nə deməkdir? Yəni, götürə biləcəyi yükdən artıq oynağa yük verilməsi və yaxud da keçmişdə hansısa kiçik zədələnmə olub, orqanizm öz-özünü bağlayır, yəni kompensasiya eləyir. Hansısa yaşdan sonra ki, artıq biraz insan yaşa dolur, sümük toxumaz və yaxud da yanaşı başqa xəstəliklərdən həmin zədələnmiş hissədən başlayır aqressiv surətdə o artrozun baş verməsi. Ki, hansı ki, səbəb keçmişdə aldığı zədə idi. Bilmək istədiyimiz nədir? Onun bəlli bir qalınlığı var. Bəli. Və o getdikcə incəlir. Onun incəlməsinə olan orqanizm səbəb... özü-özünü bərpa etməlidir. O sürtünməni, bax o sinovial maddə ki, aydın məhz qarşısını alır, qidalı maddələr, bəli, o aydındır. Digər tərəfdən mən nəyi bilmək istəyirəm? Həmin o qığırdaq hüceyrələrinin bəlli bir yaşa qədər özünü yeniləmək kimi bir funksiyası, bir bacarığı... Orqanizmin bütün... Varmı? Bəli, bütün toxumaları... Var qığırdaqda. Bütün toxumaları, özlərini həmişə yeniləyirlər. Eyni hüceyrə orada qalmır. Amma yenisini yaradırmı? Xeyr. Hə, yenisini yaratmır. Hə, amma o aşınmaya məruz qalan hissə daima yenilənir. Məlum məsələdir ki, cavan gənc şəxslərin qığırdağının qalınlığı ilə yaşlı şəxsin qığırdağının qalınlığı da eyni deyil. Çünki cavan şəxslər daha atletik hərəkətləridir, qaçmaq, yürümək, travma alma şansı daha yüksəkdir. Onlarda qığırdağın qalınlığı daha çox qalın olur. Yaşlı şəxslərdə istər-istəməz nazikləşir və bu da hüceyrənin sayının azalması ilə bağlı deyil. Sadəcə onların o sululuğunun azalmasıdır. Yəni, daxilindəki mayenin miqdarının azalması nəticəsində qalınlığı bir qədər azalır, hündürlüyü azalır. Və bunun nəticəsində də qığırdağın məsafəsi də daralır və zədələnmə ehtimalı daha da yüksəlir. Sərtliyi artır, qığırdağın elastikliyi zəifləyir. Elastiklik zəifləyirsə, deməli, sərtliyi artır. Sərtlik də artdıqca zədələnmə ehtimalı daha yüksəlir. Çalışaq, yaşa dolduqca nəzərə alaq ki, yavaşlayır bütün proseslər, yenilənmələr, böyümələr, bölünmələr. Bəli. Qalaq, amma necə özümüzdən asılı olmayan məqamlar da var axı. Yox, özümüzdən asılı olanlar daha çoxdur da. Özümüzdən asılı olmayanlar da var. Həyat tərzini, oturaq həyat tərzi, günlərlə, saatlarla televizorun qabağında keçirdən yaşlı şəxslər bilməlidir ki, bu əzəlləri hərəkət etdirmədiksə, ayağa qalxanda yükün hamısı düşür oynağın üzərinə və oynaq qığırdaq zədələnməyə məruz qalır. Ona görə də biraz aktiv həyat tərzi sürməlidirlər. Əzəlləri tonusda saxlamalıdırlar. Bədən əzəllərini həmişə oynaqları heç olmasa istifadə eləməlidirlər, işlətməlidirlər. Bunu da xüsusi kiçik gimnastik hərəkətlərlə də etmək mümkündür. Deməli, ağrını azaltmaq əsas hədəfimizdir. Amma onu doğru şəkildə azaltmaq lazımdır. Həkim məsləhəti olmadan ağrı kəsicilər və ya hər hansı bir iynələrlə doğru deyil. Həkimin bəhs elədiyi bu artrozun yaranmasında bir çox səbəb kimi amillər göstərdi. Orada hər hansısa bir pozğunluq baş verərsə, onu da kör-köranə, misal üçün o maye çəkmə, maye doldurma, bilmirəm, nəyləsə əvəz etmə, bunların hamısı və yaxud indi hələ təzə, çox üzr istəyirəm, verilişin vaxtını keçirəm deyəsən, birdən də təzə bir üsul kəşf ediblər, kimsə hardansa, hansı ağırlısa, artroz zamanı oynağa azonun yeridilməsi, havanın yeridilməsi. Çoxdan var o?
Yəni absurddur, absurd nəzəriyyədir. Azonun oynaq boşluğuna yeridilməsinin hansısa bir Radikal müalicə... əmələ gələ bilər. Yəni orada sərbəst radikaldır azon. Sərbəst radikal nə deməkdir? Biz hələ deyirik antioksidant qəbul elə ki, sərbəst radikal. Sərbəst radikalı güclə oynağa yeridirik ki, sərbəst radikal nə deməkdir? Bir şərmi ilə deyilim. Bəli, oksigen 2 valentlidir, 3-cü valent güclə orada yapışdırılmış olur. Orqanizmə daxil olan kimi oradan qopur və tənha yaşaya bilməz. Mütləq hansısa toxumanı dağıtıb, parçalayıb, qopardıb, oradan özünə oksigen birləşdirməlidir. Və o daha çox dağıdıcı funksiya daşıyır orada. Nəinki bərpa edici. Yəni onu mənə dedilər, vallahi mənim gülməkdən... Eləyirlər də, indi hər şey eləyirlər. Bilgisiz şəkildə insanlar da bu prosedurların qurbanı olur. Yəni hansı məntiqə uyğundur, hansı kitabdan oxuyublar onu. Biz doğru məntiqlə hərəkət eləyək. Maya Med klinikasında yerləşən Vertex Revmatologiya və Osteopatiya mərkəzinə müraciət eləyək. Artroz çox ciddi xəstəlikdir. Müalicəsi mən deyərdim ki, çox çətin, hətta mümkün olmayan bir xəstəlikdir. Doktor, təşəkkür edirəm gəldiyinizə görə. İşlərinizdə uğurlar arzu edirəm. Minnətdaram. Çox sağ olun. Bir daha xatırladım. Revmatoloq osteopat Əli Əlizadə studiyamızın həkim qonağı idi. Buyurun, müraciətlərinizi Maya Med klinikasına edə bilərsiniz. Qısa aradan sonra qarşınızdayıq.